Bugün sizə Maçlar qəsəbəsində Maçları Buzovna yolunun üstündə əsas yoldan 5-ci həyət. Belə bir sosialın içində maraqlı bir ev istihbarat edirəm. Evimiz deməli yerdən kürsülüdür. Sol hissədə gördüyünüz kimi evin padvalıdır. Kombisinə qədər mövcuddur. İşləyə vəziyyətli kombisində. Evin ön hissəsi belə bir teras üçün nəzərdə tutulmuş belə bir hissəsi var. Həyətdə ümumi göstərim sizə belə. Keçək evin içərisinə. Onu qeyd edirəm ki, evin deməli yuxarısı da belə bir mansardandır. Mansarın çıxışı evin arxa tərəfindən var. Amma mansar təmirsizdir. Sol tərəfdə belə bir geniş həm mətbəx, həm də qonaq otağı kimi nəzərdə tutulub. Mətbəx studiyası yəni gördüyünüz kimi radiatorlarına qədər var, quraşdırılıb, işləyə vəziyyətdədir. Koridorunda da radiatoru mövcuddur. Evin bir dənə aboyu yoxdur, belə deyək. Bura sanuzeldir, gördüyünüz kimi. Burada da 2 dənə belə yataq otağıdır. Bu birinci yataq otağıdır. Bu da isə digər yataq otağıdır. Qazı, suyu, işığı hamısının var, daimidir, sayğaclar var. Əlavə nömrəmiz aşağıda qeyd olunub. Bu və digər və tanış olmaq istəsə səhifəmizi keçəcək bilərsiniz. Bizi izləməyi unutmayın, sağ olun.